Salamlar. Cəlal Əliyevə rəhmət oxutduran Mirşahin Ağayev deyir ki, bəs ey məmurlar, diqqətli olun, özünüzü qoruyun Tural Sadıqlıdan. Baxın görün nə deyir. Amma eyni zamanda özü ondan qorumaq lazımdır. Azad Söz adında bir səhifə var ki, onun rəhbəri Tural Sadiqlidir. Ehtiyatlı olmaq lazımdır. Bəli, Azərbaycan hakimiyyətində oturan məmurlar, cinayətlər törədəcəksinizsə, xalqın sərvətlərini oğurlayacaqsınızsa, xalqı əzəcəksinizsə, mənim hədəfimə tuş gələcəksiniz. Özünüzü məndən qoruyun. Və saytlar neçə gündür ki, dəyərli izləyicilər, izləyirsiniz, yazırlar ki, bəs Tural Sadıqlını, Məhəmməd Mirzəlini, nə bilim kimi Bakıya gətiririk biz. Artıq Azərbaycanın hüquq mühafizə orqanları ciddi iş aparır. Bəs Avropa ölkələrinin hüquq mühafizə orqanlarıyla danışıqlar aparır. Bəs Almaniyanın qanunlarında səhvlər, nöqsanlar tapıbdır. Bizim DTX baş prokurorluq işçiləri, dırnaqarası peşəkarlar, peşkalar, belə deyək. Bəs ona görə də Almaniya məcbur olubdur. Üzr istəyirəm hamınızdan. Amma gülməkdən başqa buna reaksiya bildirmək mümkün deyil. Güya Almaniya beləcə məni Azərbaycan hökumətinə təhvil verəcəkdir. Qulağınızın dibini görərsiniz. Özləri də bilirlər ki, bunlar yalandır. Bilmirəm, İlham Əliyevi də mi bu yalana qatıblar, alladırlar, başını sığallayırlar ki, cənab prezident iş görürük. Bəs elə bilməyin ki, cənab prezident DTX yatıbdır. Yatmısınız, özü də fil qulağında. Sizin başınız üçün deyil ki, məni Azərbaycana gətirəsiniz. Çünki mən cinayətkar deyiləm. Cinayətkarlar sizin hakimiyyətdə oturanlardır. Onları həbs etməyə belə cəsarətin çatmır sənin. Əlin Ağayev, Ceyhun Şadlınski, DTX-nın rəhbərliyi. Dəyərli Azərbaycanlılar, xahiş edirəm ki, videonun sonuna qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. Ciddi məsələlər var, istəyirəm ki, onları sizə izah edəm və danışım. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Artıq 800 min YouTube-da keçmişik. Bizi izləyənlərin sayı Facebookda yarım milyon, Instagramda 300 minə yaxınlaşırıq. Bu o deməkdir ki, xalq mənim dediklərimə qulaq asır. Mirşahin sənin yalanlarına deyil, mənim danışdıqlarıma inanır ki, hər gün məni izləyənlərin sayı artır. Əziz həmvətənlər, nəyə görə hökumətin saytları partapart hər yerdə paylaşdılar ki, bəs mühacirləri Bakıya gətiririk ardı-ardına. Bunun bir neçə səbəbi var. Dediyim kimi, ola bilər İlham Əliyevi də alladırlar ki, cənab prezident iş gedir, amma digər iki toxunulası ciddi məqamda var. Bir, burada bir neçə mühaciri, yəni Almaniyada, Avropada vurmaq üçün işlər də gedir. Yəni ki, fiziki olaraq məhv etmək istəyirlər və ötən günlərdə deməli, Almaniyada yaşayan bloger Qabil Məmmədov şəkillərini yaydı ki, bəs mənim arxamca gələn killerlər bunlardır və həqiqətən də o sübut olundu. Polşada yaşayan Təbriz adlı bir şəxsdən istifadə eləyiblər Azərbaycan hakimiyyəti, konkret deyirəm mən. Hazırda Suraxanı rayonu icra hakimiyyətinin başçısı işləyən Adil Əliyev Avropada bir neçə nəfəri tapıbdır. O tapdığı adamlardan da biri də məhz o Təbriz adlı şəxsdir və başqa bir neçə nəfər də var. Qabil Məmmədovu indi evini mi, yaşadığı yerimi tapıblar, izləyirlər və ona hücum etməyə hazırlaşırdılar və başqalarını da axtarırlar, məni də axtarırlar. Güya deyirlər ki, biz qaçıb gizlənmişik. Özünüz gördüyünüz kimi bağçada, gülistanlıqda çıxış eləyirəm. Belə gözəl hava var, istidir və sərbəst gəzirəm. Mənim nədənsə qorxum yoxdur. Allah bu ömrü canı mənə veribsə, istədiyi vaxtı alacaqdır. Mən Allaha asi çıxan deyiləm ki, mən bu oğrulara qarşı asiyəm, etiraz edirəm. Və bir, buna görə güya demək istəyirlər ki, Azərbaycan hökuməti alıb Bakıya gətirmək istədikləri və yaxud da öldürtmək istədikləri hədəfində olan mühacirləri qanunun yolundan Azərbaycana gətirmək istəyir. Bizim vurmaqla, şiddətlə, terrorla güya işimiz yoxdur. Hökumət deyir və əl altından da bunu
özünün Adil Əliyev kimi bandit dəstələrinə tapşırırlar ki, gedin onları vurun. İndi görünür ki, Qabil Məmmədovun evini tapıblar və onu izləyirlər və artıq o hüquq mühafizə orqanlarına, polisə müraciət eləyibdir. Yəqin ki, qoruması təşkil olunur və amma başqa məqam da var. Dəyərli həmvətənlər, ikinci məsələ var ki, burada sırf mənim yaydığım ifşa edici videolara görə, məsələn, ən sonuncu kimlər haqqında mən videolar paylaşdım və orada ifşa etdim və müsahibələrdə Azərbaycan hakimiyyəti, Qarabağda gedən o tikinti adı ilə yeyintiləri ifşa edən Türkiyəli iş adamı Tolqa Şahin müsahibə verdi mənə və bildirdi ki, Azərbaycan hökuməti mənim kimi iş adamlarının və özünün şirkətləri vasitəsilə, konkret Bakı Abadlıq Xidməti vasitəsilə dövlət büdcəsindən pul alır, amma onu yeyirlər. O pulları güya biz Qarabağ tikmək adına alırıq. Devletin verdiği paraların farklı bir şekilde temizlenmesi mevcut orada. Ne demek istiyorum? İşte 13 milyon dolara yapılan işi devlete 133 milyon dolar gösterildi. Hepsi kanıtlı diyorum. Sözleşmeler kanıtlı, fotoğraflar, projeler. Ben şunu iddia ediyorum Tural Bey. Yani Bakü Abadlık firmasına gitsin devlet. Desin ki bu adamın burada yaptığı işlerin projelerini bana verin. Bir tane proje verecek bana. Bak projeni diyorum ben. Bir tane proje var mı ellerinde? Yani hadi bizi tanımıyorlar. O zaman size attığım o kayıtları gösterebilirsiniz. O kadar büyük para trafiği neden var? Çok büyük bir para trafiği var. 13 evet bu para trafiği sadece bir şirketin. Bunun gibi 4 tane şirketim var orada benim. Yine diyorum devlete zor değil bu. Devlete bakın burada yazıyor 40 milyondan fazla para. Bu bizim 13 milyon dolar. Benim orada yaptığım tüm iş her şey netti. Bak gösteriyor orada. Yaptıklarım bütün projeler, oteller, resimleri, videoları da mevcut zaten. Cumhurbaşkanı da hemen karşısında açılışın Cumhurbaşkanı yaptı. Bu otelin yapılma fiyatı işte yaklaşık olarak 2 milyon manat. Otelin kendisi. Altyapısıyla birlikte bakın orada yazıyor 3 milyon dolar. Biz bunun için devletten ne kadar para aldık? 40 milyon manat. Evet. Şimdi soruyorum size. Bu 40 milyon manat alınmış bu para nerede? 40 milyon devletten para aldık. Siz mi aldınız? Tolga Şahin mi aldı? Bu parayı bizim şirketimiz üzerinden devletten Bakü Abadlık aldı. Bizim şirketimiz Büniyat Qasımov aldı. Evet, nasıl yapıldığını onu anlatmaya çalışıyorum. İşte insanlar Anladım. bilmiyorlar. Şöyle şimdi sizin bir şirketiniz var. Siz diyorsunuz ki işte ne yapılacak? Bir tane okul yapılacak. Okey. Okulun normalde maliyeti ne kadardır? İşte 1 milyon dolardır. Büyük bir okul olduğunu düşünelim. Okul gösteriliyor 10 milyon dolar. Bu Azerbaycan'da yani zaten bunları siz biliyorsunuz. 10 milyon Siz dolar. ümumi 9 olay milyon mı dolar deyirsiniz yoksa konkret sizin başınıza bunlar gelip otel benim meselesi? başıma gelen, benim başıma geleni anlatıyorum. Beni başkası ilgilendirmiyor. Benim başıma gelen yani 133 milyon dolar para alındı. Bunun aslında 13 milyon dolardı bunun gerçek rakamı. Təsəvvür edirsiniz, 10 qat dövlət büdcəsindən pul yeyirlər. Bu hələ bir şirkətin etdiyi yeyintidir. Hansı ki bunu biz indi aşkara çıxardırıq müsahibədə deyir və bunlar yüzlərlə belə şirkət vasitəsilə konkret 2021-ci ildən indiyənə kimi 4-5 il müddətində milyardlarla pul yeyiblər və o puldan baxın keçənlərdə İlham Əliyevin sinətindən İstiqlal ordeni taxdığı Yaqub Eyyubovun şirkəti olan Bakı Abadlıq şirkəti məhz Ramiz Mehdiyevə də pay veribdi. İndi gələcəm ora ki, Ramiz Mehdiyevə niyə pay verir? Axı, Ramiz Mehdiyevi siz çıxdaş eləmişsiniz. Axı, siz Ramiz Mehdiyevi vətən xain eləmişsiniz. Sən demə, Ramiz Mehdiyevin pullarını əlindən almaqla yanaşı əmlaklarını, heç mən inanmıram ki, Ramiz Mehdiyevin qohumlarının əmlaklarını əlindən ala bilərlər. Sən demə, çalışdıqları odur ki, İlham Əliyev, başı illərlə Ramiz Mehdiyevin qapazı altında olan İlham Əliyev, bezibdir Ramiz Mehdiyevə pul ödəməkdən. Bəli, bəli, Ramiz Mehdiyevə, İlham Əliyev və onun yanındakılar pul ödəyir. İndiyənə kimi pul ödəyiblər və Ramiz Mehdiyeviyə belə media vasitəsilə, saytları, yaltaqları vasitəsilə təzyiq edirlər. Bəzi deputatlar vasitəsilə təzyiq edirlər ki, Ramiz Mehdiyev əl çəksin. İlham Əliyev bu hakimiyyətdə oğurlanan pullardan özünə pay istəməsin. 2019-da vəzifədən gedibdir. İlham Əliyev deyir ki, sən daha getmirsən da, sənə mən niyə pay verməliyəm? Amma Ramiz Mehdiyevin o Domokl qılıncı 2003-cü ildə İlham Əliyevin başına vurduğu Domokl qılıncı hələ də var.
əlində şantaj materialları var. Deyir ki, səni prezident eləyən mən olmuşam. Əlimdə materiallar var, kasetlər var, sənin hansı 2002-də, 2003-də, nə bilim 90 neçənci illərdə nə zibillərdən çıxdıqlarını bilirəm və İlham Əliyev ondan qorxur. Əgər İlham Əliyev Ramiz Mehdiyevdən qorxmasaydı, böyük bir cinayət işi deyirlər ki, açılıbdı ona. Böyük bir şəbəkə İlham Əliyevə xəyanət edib, İlham Əliyevin nə bilim hakimiyyətini də vermək istəyirdi. İlham Əliyev çıxıb bir söz deyəydi də. Bununla bağlı güya sərəncam imzalayıb ki, onu Təhlükəsizlik Şurasından çıxardıblar. Prezidentin saytında o fərman görsənərdi də. Dövlət Təhlükəsizlik Xidməti açıq elan eləyərdi də. Niyə saytlar paylaşır bunu? Dəyərli həmvətənlər, mən söhbəti nəyə gətirirəm? Bax, bu məni güya Azərbaycana gətiririk. Tural Sadıqlı cinayətkardır. Elman Məmmədov, Nəsirovu kimi çıxardıb orada arxamca ulatdırmalarına səbəb odur ki, Tural Sadıqlını gözdən salsınlar və Azərbaycan xalqında və hətta İlham Əliyevin özündə də elə bir fon yaransın ki, Tural Sadıqlı cinayətkardır. Onun ifşa etdikləri də, onun fakt olaraq göstərdikləri də, onun müsahibədə danışdırdıqları adamların da bir keçərliliyi yoxdur. Bax, həm də buna çalışırlar. Başqa hansı son günlərdə məsələni ifşa etdim. Mənə bir neçə gün öncə gördüyünüz kimi Azad Söz kanalında izləyin, müsahibə verdi Batamdarın keçmiş bələdiyyə sədri. Hansı ki, onun oğlu prokurorluq işçisi olmuşdu, Emin Hüseynov. Atası Bəybala Hüseynov müsahibə verdi ki, Əli Nağıyev mənim oğlumu Bəylər Əyyubovla birlikdə öldürtdürübdür. Niyə? Çünki Əli Nağıyevin cinayətlərinə mənim oğlum şahid olmuşdu. Türkiyədə öz gəlinimin əli ilə Bəylər Əyyubovun adamları, Əli Nağıyev də bunu bilibdi, Türkiyədə oteldə zəhərlətdirib öldürübdü. Emin Hüseynovdan söhbət gedir. Və 200.000 dollar da, yoxsa manatla mı? Xatirimdə deyil, amma 200.000 rəqəmi tam dəqiqdir, ağlımdadır və müsahibədə də girib izləyə bilərsiniz. Əli Nağıyevə, hələ Əli Nağıyev hazırki DTX rəisi o vaxt baş prokurorluqda korrupsiya qarşı mübarizə idarəsinin rəis müavini işləyirdi. O vaxtı Kamran Əliyevin idarəsində müavin işləyirdi və Əli Nağıyevin sürücülüyünü də edirmiş Emin Hüseynov. Əli Nağıyev bir qadının yanına, üzr istəyirəm hamınızdan, bazdığa gedirmiş və Emin Hüseynovdan da istifadə eləyibdi, onu maşında gözlətdiribdi, giribdi, çıxıbdı, sonra neyniyibdi və Emin Hüseynov bunu öyrənəndən sonra bu artıq qara siyahıya düşübdü və sonradan da Bəylər Əyyubova güya xəbər çatıbdı ki, Emin Hüseynov güya o qadının yanına gedirmiş və həmin qadın da sən demə Bəylər Əyyubovun tayfasından, o qohum əqrabalarından, bilmirəm kimlərdən imişsə və Bəylər Əyyubov da həmən Emin Hüseyni güya qeyrət üstündə öldürtdürübdü. YouTube'da girin, Azad Söz kanalında təxminən bir həftə 10 gün bundan əvvəlin müsahibəsidir. Baxın dəyərli həmvətənlər, nələr baş verir, nələr. Bax, bütün bu faktları örtbasdır etmək üçün və Azad Söz kanalının nüfuzunu aşağı salmaq üçün mənim dediklərimin, danışdığım ifşaların təsirliliyini azaltmaq üçün, güya Tural Sadıqlı cinayətkardır, onun dediyi də bir önəmi yoxdur. İlham Əliyevə belə soxmaq istəyirlər. İlham Əliyevə belə loxlamaq istəyirlər. Həmçində məsələ budur, dəyərli həmvətənlər. İstədim ki, bunu da biləsiniz. Başqa bir məsələ var ki, deməli, burada Ramiz Mehdiyevə gələk. Nəyə görə mən biraz öncə dedim ki, İlham Əliyev Ramiz Mehdiyevlə hələ indi də hesablaşır. Ramiz Mehdiyevin 87 yaşı var, amma Əliyev onunla hesablaşır. Çünki buna məcburdur. Bilmirəm, bu belə bir söhbət eşitmişəm. Mənə konkret bildiyiniz kimi hakimiyyətin daxilindən xəbərlər bəzən verirlər və bu söhbəti də deyiblər ki, 2003-cü ildə İlham Əliyevi Ramiz Mehdiyev prezident edən ərəfələrdə, hətta Heydər Əliyev hələ biraz sağ olanda, amma sağlığı artıq əl verməyəndə, ölümünə yaxınlaşanda Ramiz Mehdiyevlə söhbət edib və Ramiz Mehdiyev yanında bir-iki nəfər söhbət edib ki, Ramiz Mehdiyevə İlham Əliyev heç vaxt əl dəyməyəcəkdir.
Heç vaxt. Bax ona görə də ona bir şey deyə bilmir indi. Yalnız medialar yazırlar. Əliyev qorxur. Söz veribdi və boyunduruq olubdu. İlham Əliyev də prezident olan ərəfədə Ramiz Mehdiyevə boyunduruq olubdu. Çünki dediyim kimi qapazının altında prezident olubdu İlham Əliyev. Ramiz Mehdiyevin qapazının altında. Və ona görə də məhz söz verdiyinə görə və konkret aralarında sövdələşmə, razılaşma olduğu üçün də illər ərzində Ramiz Mehdiyevə dəyə bilməyibdi. Yalnız baxın 2019-da onu vəzifədən azad etdi. Çünki 80 yaşı 80-ə adlamışdı, məcburdu. İndi o Yaqub Eyyubovu da hansı ki keçənlərdə sinəsindən İstiqlal orderini taxdı, onun da 80 yaşı olub. Yəqin ki o da bu ilə, gələn ilə o da göndərilər təqaüdə. Amma məsələ orasındadır ki, yəni məcbur idi 80 yaşından sonra vəzifədən getsin. Kimsə Azərbaycanda 80 yaşından sonra vəzifədə yoxdur. Yəni baxın Artur Rəssədə də baş nazir idi. O da 80 neçə yaşında getdi. Ramiz Mehdiyev də 81 82 yaşında getdiyini, 87 yaşı var. Ramiz Mehdiyev vəzifədən getsə də, amma o hakimiyyətdə oğurluq pullardan, yeyinti pullardan, atqat pullardan hələ də özünə pay alır. Əliyev məcburdur onu verməyə. Məcburdur, ölənə kimi ona verəcək. Bəlkə də o öləndən sonra onun oğluna da verəcəkdir. Baxın, Kemaləddin Heydərov onun Ramiz Mehdiyevin oğlunu Teymur Mehdiyevdir, Teymurdur səhv etmirəmsə. Niyə özünün müavini vəzifəsindən çıxarıla bilmir? Niyə çıxartmır? Baxın, İlham Əliyevin mövqeyi budursa, Kemaləddin Heydərov çıxartsın da onu vəzifədən. Yoxsa Kemaləddin Heydərov İlham Əliyevin mövqeyini bilir ki, Ramiz Mehdiyevi İlham Əliyev sevmir, amma vəzifədə saxlayır. Deməli, Kemaləddin Heydərov barəsində də Ramiz Mehdiyevin əlində nələrsə də var. Yəni, Ramiz Mehdiyev güclüdür, bəli, və elə bil ki, cinayətkardır. İlham Əliyev daha çox cinayətkardır. Çünki Ramiz Mehdiyev artıq vəzifədə deyil, o sadəcə pul alır, başa düşürsünüz? Və bu məsələ o haqq almağı, İlham Əliyevin hakimiyyətindən haqq almağı məsələsini şəxsən mən Türkiyəli iş adamı Tolga Şahinin danışıqlarından sonra öyrəndim. Bax, niyə ona pul verilməlidir? Hə? Niyə pul verilməlidir? Və başqa bir məsələ var, istədim ona da toxunam mən bu videonun sonunda. Adnan Əhmədzadə neft oğrusu, Dövlət Təhlükəsizlik Xidməti güya onu tutubdu, bəli. Paşayevlərin elə bil ki, pul kisəsi olubdu. Və Adnan Əhmədzadəni dəysən buraxmaq istəyirlər və ümumiyyətlə sosial şəbəkədə, xüsusən Instagramda İsmail Hüseynov adında bir güya diyetologdur. Kimdir İsmail Hüseynov? Və 1-2 milyon Instagramda izləyicisi var. Və Adnan Əhmədzadənin o Dubayda pullarını yumaqla məşğul olub illərlə. Azərbaycandan çıxan, Dubaydan çıxan pullarını yumaqla məşğul olub. Çünki Instagramda, TikTokda izləyicisi çox olan və blogerliklə məşğul olan şəxslərin pul yuma imkanları daha çox olur. Ağlınız bizə getməsin, izləyicim çoxdur və s. Məni izləyənlər də çoxdur, baxışlar da çoxdur. Ağlınız mənə getməsin ki, təmiz işləyirəm mən, pul yumaqla məşğul deyiləm, şantajla, rəkidliklə məşğul deyiləm. Amma bunlarla məşğul olsaydım, daha çox pul qazanardım. Amma mən haram pul yemirəm. İkincisi də ki, mən qanunlar dövlət qarşısında məsuliyyət daşıyıram, hesabat verirəm. Mən hər il qazancım nə qədərdir, hansı hesablardan nələr gəlir, hamısını dövlətə bildirirəm mən. Yəni, bilirəm ki, Azərbaycan hakimiyyəti də, özü də bir neçə dəfə cəhd göstəribdir ki, məni güya maliyyə və s. fırıldaqları adı ilə müraciət eləsin Almaniyaya. Tərtəmizəm mən, tərtəmizəm. Baxın, keçənlərdə mən çıxardıb pulu 10.000 evronu, 20.000 manatı əlimdə belə sirkələyib göstərirdim. Yəni, mən qanunsuz iş görsəm, Almaniyada yaşayıram, mən. Almaniyada yaşayıram və Avropada qanunsuz iş görüb və çıxıb da belə yaymaq, əlində pul göstərmək, bu mümkün deyil. Səhərsi gün, birisi gün mən bilirəm ki, Azərbaycan hökuməti həmən videonu göstərə bilər ki, Alman hökumətinə, baxın, bu pulu hardan qazanır. Mən təmizəm, Allah qarşısında təmizəm, xalqım qarşısında təmizəm, qanunlar qarşısında da yaşadığım ölkənin qanunlar qarşısında təmizəm. Əlqərəz, həmən İsmail Hüseynov, deməli, baxın,
video paylaşır ki, əziz qardaşım Adnan Əhmədzadə, Allah sənə yar olsun, kömək olsun, mən sənin yanındayam. Baxın, cinayətkar. Bu nətər ola bilər? Mən bu İsmail Hüseynov haqqında video çəkdim, dedim ki, ay Dövlət Təhlükəsizlik Xidməti, Adnan Əhmədzadənin Dubayda pullarını bu yeyir. Bax, bu yeyir, daha doğrusu yuyur. Bunu izləyin, bunu tapın, bunu çağırın, bunu məsuliyyətə cəlb eləyin. Sizə konkret də faktlar da göstərdim. Görün, siz deməli əliniz armud topladı. Adnan Əhmədzadədən özünüzdə çoxlu pullar alsınız. Əlin Ağıyev, Ceyhun Şadınski, deyirlər ki, Ceyhun Şadınski bəs Əlin Ağıyevə gəlmək istəyir. Amma ikisi də yaramazdır. İkisi də Bəylər Əyyubovun itidir. Əlin Ağıyev də, Ceyhun Şadınski də, bunu mən bilirəm də, bunu dəqiq mən bilirəm də. Çünki Bəylər Əyyubovların nəslini, kökünü, kimlər buna qulluq edir, hamısını yaxşı bilirəm. Hər ikisi Bəylər Əyyubovun itidir. O vəzifəyə də, hər ikisinin də Bəylər Əyyubovun vasitəsilə gətirilibdir. Yəni, bu İsmail Hüseynovu niyə çağırıb demədiniz ki, sən Adnan Əhmədzadənin niyə pullarını yuyursan? İndi rahat necə bu video paylaşır ki, Adnan Əhmədzadə, qardaşım, Allah sənə kömək olsun, cinayətkara dəstək olur, cinayətkarı təbliğ edir. Axı bu dövlətə xəyanət edibdir. Axı bu dövlətə təxribat törədibdir. Bu Dövlət Təhlükəsizlik Xidməti bu maddələri siz qoydunuz da, küllü miqdarda talama, eyni zamanda da dövlətə iqtisadi təxribat törətmə. Əliniz armud taplayıb, hara baxırsınız siz? Hamınız oğrusunuz, hamınız cinayətkarsınız. Əlin Ağıyev, Ceyhun Şadınski, yaramazsan sən. Əgər İlham Əliyev, sən Ceyhun Şadınskini onun ürəyində olan Əlin Ağıyevin yerinə gətirmək istəyirsənsə və DTX-da oturan kimsə Əlin Ağıyevin yerinə göndərərsənsə, qoyarsansa, kül olunda sənin başına. İlham Əliyev, bax açıq deyirəm. Mən demirəm indi kül sənin başına. Deyirəm ki, əgər Ceyhun Şadınski və yaxud da onlardan biri DTX-da oturan o mavinlərdən Əlin Ağıyevin yerinə qoymuş olsan, kül sənin təpənə, kül sənin prezident təpənə. Və Əlin Ağıyev də bu vəzifədə saxladıqca hər gündə kül sənin təpənə. Görmürsən ki, bu iş bacarmır. Görmürsən, yaramazın biridir o. Hə? Görmürsən, yaramazdır. Nə deyim mən? Bax, mənə deyirlər ki, bəzən də prezident haqqında ağır sözlərlə müraciət edirsən ona. Mən nə deyim axı? Axı, mən faktları göstərirəm, ifşa edirəm, günlərlə gözləyirəm, aylarla gözləyirəm. El olur ki, ildə gözləyirəm ki, bu danışdıqlarım faktlara görə kimsə məsuliyyətə cəlb olunsun. İlham Əliyevin gözü açılsın. İlham Əliyev bu dediklərimə reaksiya vermədikdən sonra mən demirəm ki, İlham Əliyev mənim cibimə gətir pul qoy. Mən demirəm ki, İlham Əliyev, nə bilim, Bakıda böyük bir dənə restoran aç, nə bilim, İlham Əliyev filan şey filan elə. Mən qanunun tələb etdiyi şeyləri deyirəm ölkə başçısına ki, yeyirlər, talayırlar, xəyanətdə eləyirlər. Bilirəm, bunların hamısının başında sən durursan. Çünki o Tolqa Şahin də özü də Türkiyəli iş adamı danışdı, dedi ki, deyirlər ki, bu şirkət, Bakı Abadlıq şirkəti Leyla Əliyevəyə gedir onun pulu. Rəhbərliyi Yaqub Eyyubov eləyir, direktor kimi menecer otuzdurublar ola Bünyat Qasımovu, amma pul elə bir ki, gedir Leyla Əliyevəyə. Və bu, indi prezident ailəsinə gedən pullardan da Ramiz Mehdiyevə də pay verilir. Mən başa çəkilmədim. Bu nətər Ramiz Mehdi, bu nətər xalq düşmənidir ki, İlham Əliyev ona pay verir. Cəmaatı da avam yerinə qoyurlar, alladırlar. Baxmayın siz, nə bilim, o yeni müsavatlara, baxmayın siz, nə bilim, o sevinç cındır qızılarına, bu şərəfsizlərə baxmayın. Mən belə sərt söz deyirəm, yəni əcəb eləyirəm, yaxşı eləyirəm. Xalqı aldanlar, xalqı aldatmaqla məşğul olan güya dırnaqarası jurnalistlər ən böyük şərəfsizlərdir. Bax, o oğru Bəylər Əyyubov kimi eyni şərəfsizdirlər. Nə bilim, Adnan Əhmədzadə kimi, Ramiz Mehdiyev kimi, Əlin Ağıyev kimi, Vilayət Eyvazov kimi hansı şərəfsiz məmur var ha? Bax, o xalqı aldadan Bakıdakı jurnalistciklər də o qədər şərəfsizdirlər. Bax, o qədər şərəfsizdirlər. Hələlik bu qədər istədim ki, danışam və təşəkkür edirəm baxdığınız üçün. Bəyənməmişsinizsə, xahiş edirəm videonu da bəyənin, paylaşın. Allah Azərbaycanı qorusun. İnşallah vətənimizdə görüşəcəyik. Məni Bakıya gətirənlərə baxın. Sərbəst, rahat gəzirəm küçədə gördüyünüz kimi. Qorxum var mənim.
Güya məni qorxutmaq istəyirlər bunlar. Sağ olun dəyərli dostlar. Sevirəm sizi. Azad Söz izləyiciləri. Hamınızı sevirəm mən. Bir gün inşallah haqq olaraq qalib gələcəyik. Salamat qalın.